Allah təala deyirəm, qazan qapaqsız, kişi papaqsız olmasın. Allah heç bir yurdu arvadsız eləməsin. Arvad olmayan evin elə bir şirayəti. Mən əhd eləmişəm. Ölüb gedəsi olsam özümlə aparacağım. Arvad aparasın. Arvad aparmam. Niye koymursan yaşasın? Yox, mən öləndən sonra da o nə yaşasın? Elə belə Allah bir imkan olub o mən aparmasın. Buna razıyam. İraq, Allah ömür versin. Geldi sakladınız 100 yaşı, hə? Nahide Hanım'ın 100 yaşı var. Sizin de hardası bir 102 yaşınız var da. Şimdi Nahide Hanım 100 yaşında dünyasını değişse, istemirsen gidesən Nahide Hanım'ına. Yo, 2 yaşımı götürüb verərəm buna. Vallahi ona tərin nə danışsan. Qaynanamı kəsərəm bunun ötərin. Qaynanamı qurban verirəm o yolda ki, nə dəyməsinlər. Çox baməzə, hər bir vəziyyətə baməzə yanaşmağı var da. Nətər sözünə söz çatdırırsa, deyir dinməyə, deyir gecə dilimi çəkib çıxardar. Yox, çıxartmıram. Bunu gətirəndə bir zulümlər çəkmişəm mən. Neçə dənə maşın dəyişmişəm, nətəri. O vaxtda maşın biraz kasadı idi. Yoldan bir zaporocu tutmuşdum. Buna çatmağa, bu da suya gəlirdi. Suya buna çatmağa bir 5 metr qalmış. Zalim onda torumuzu yox imiş. Hada sağla qızdı, sağla bu qapını açmışdım. Düz kanalın içine qalmışdı. Qaldı. İkinci gün bir də. Birinciden de kaçırlanmadın. Hadi maşın gelip kanala təpəsindən düşür. O Zaporoc elə durur o kanalda. Heç çıxaran olmaz. Özümüz ondan qaçırtdıq. Paya yava alıp gəlmişlər öldürecekler. Kənd adamları payayla, yabayla. Çalgı, dərya, zədə nələr gəlmirdi. Elə 37-ci ilin müharibəsidir. O gün de qaynana belini alıp çıxarım maşını zaten. Kanaldan. Kanaldan belini alıp çıxıb. Ama geldi.